Deməli. Deməli, gəldik. Qulaq olsun. Başdan görək. Qulaq olsun. Başlayın. Alsan. Yəni, birinci sual, uşaqlar, həm də sən İslamlaşıda, yəni, birinci sualda necə işləyəcəyik? Yaxınlaşdırım, yoxsa görünür hamıya? Görünür. Görünür, yaxşı. Bir dənə də belə elək, daha yaxşı olsun. Bax, sənə nə verib burada? Deyir, BS nədir orada? BS. Şu. Nədir? Şu. BS şüası ardın da oxuydu. ABD-nin nə idi? Təmbölənlidir. Şimdi BS'ye bax budur, bu şua. ABD, bu bucağı nə idi? Təmbölənli. Təmbölən neydi bucağı? Yarı bölür. Bəli, onda bura nədirsə, burada həmin bucaq olacaq. İndi orada bir dənə bucaq verim. Acı bunu 80 verim. Acı bu. Yəni bu bucaq nə qədərdir? 80 dərəcədirsə bunun çarpazı bununla bura biri Z hərfinin elə bir qıraqları çarpaz orada. Bura 80 isə burada nədir? 80. Burada 80'dir. Bundan bu eyni idi axı. Təmbölən idi. Burada nə qədər olacaq? 80 dərəcə. Ümumi bura nə qədər oldu? 160. Bunun boşluğu nə qədər olacaq? 20. 20 çarpazda bura olur da. Bura çarpazdır. Bura 20. Çarpazlar eyni olur həmişə. Səndən belə BAC-ni istəyir. BAC buranı 20 dərəcə. Cavab olur 20. 58 mən. C variantı. Gəldik növbəti sual. 58-ci sualda bizdə nə istəyir? Deyir, ədədin tam hissəsini tap. Bunun üçün birinci bilməlisiniz. Ədədin tamını tapmaq üçün nə düşünmək lazımdır? Hissəsini bilməm. Ədədin tamı həmişə ədədin tam və kəsr hissəsi. Məsələn, müsbət ədədlər rahatdır. 2,5. Burada 2. Tamı nədir? 2. Mənfi ədədəsi üstündə bir əlavə edirik. Ədədin tam hissəsi həmişə özündən kiçik ilk ədəd olur. İlk tam ədəd olur. 2. Bundan kiçik ilk tam ədəd 2-dir. Müsbət rahatdır onsuz. Hamı tapır. Nənəm deyiləyinə baxıb deyər, bəli, 2-dir. Amma mənfilərdə də bu qaydası nədir əslində? İstənilən ədədin tamını tapmaq üçün özündən kiçik ilk tam ədədi götürəcəksən. Məsələn, deyirəm indi mənfi 3,5. Mənfi 4. Niyə görə? Mənfi 3,5-dən kiçik gəlir. Sağa baxsan sola. Solda ilk gələn tam ədəd neçədir? Mənfi 4. Da mənfi 3 deyə bilməzsən, mənfi 3 bundan sağlar, balacadır. Ona görə də istənilən ədəd nə olur olsun. Tamını tapmaq üçün özündən kiçik ilk tam ədədi götürəcəksən. Sonra kəsir hissəsini tapmaq üçün ədədin özündən nəyi çıxırsan? Tamını, həmişə. Özündən tamını çıxanda nə qalır yerdə? Kəsri qalır da. Məsələn, bunun özü 2,5-dir. Tamı nədir bunun? 2-dir. 2,5-in 2 çıxan nə qalır? 15. Kəsri 15-dir. Mənfilərdə isə daha çıxma yoldan getsən uzun gedir. Mənfilərdən isə kəsri götürmək üçün bunun 1-ə tamamlayanı götürəcəksən. 0,5 ilə. Və ya da deyirəm, mənfi 4,7. Bunun 1-ə tamamlayan nədir? 0,3. Kəsir 0,3-dür. Ya da ki, belə qayda ilə getsən uzun olur. Ədədin özü nədir? Mənfi 4,7. Ədədin özündən nəyi çıxanda? Tamını çıxanda kəsir qalır. Bunun tamı neçədir? Mənfi 5. Çıxmalısan mənfi 5-i. Ədədin özündən çıxanda tam hissəsini kəsir. Mənfi 4,7 işarə nə olur burada? Topla. 5-dən də 4,7-nin çıxanda qalır? 0,3. Yeni gəlir 0,3 alır. Amma daha qısa olsun deyə mənfilərin kəsir hissəsini tapmaq üçün bu normal görünən kəsir hissənin 1-ə tamamlayanı götürsən həmişə. Daha bir də gedib uzun uzadı çıxıb tapırsan. Aydındır? Məsələn deyirəm mənfi 9,2. Kəsir hissəsi nədir bunun? 0,8. Yenə çıxsın eyni cavabıdır. Və tamı nədir? 10. Mənfi 10. Mənfi 10. Mənfi müsbət ədədlər belə. İrrasionalda necə olur bəs? Məsələn, yazıram ki, 6 çıxılsın kök 17. Bu bütövlükdə bir ədəddir. Necə ədəd? İrrasional ədəd. Çünki mən bilmirəm, axı bundan neçə çıxır, 6-dan nəyə çıxır, bilmirəm. Onun üçün bunu təxmini bir qiymət düşünəcəksən. Kök 6-da 16 ilə. Yeməyə? Yox, az gəldim ancaq. Ha, tez ol. Deyərdim buradan sənə üçün təşkil edirəm. Kök 16 ilə kök 25-in arasındadır. Yəni bu Kök 17 4 onda neçə? 4 tam nə qədər deməkdir? O nə qədəri özü üçün nə götürsən götür. Məsələn 4 tam onda 2 nə bilir? Götürdün belə. 6-dan da nəyi çıxmalısa? 4 onda 2 çıxan nə qalır? 1 tam onda 8. Yəni 6-dan kök 17-nin çıxanda 1 tam nə qədər qalır? 1 tam nə qədərin tamı nədir? 1. 1 tam nə qədər olacaqdır? Yəni 1 tamı. Tam nədir? 1. Yəni bütövlükdə bu ədədin tamını nə tapdıq biz? 6 çıx kök 17-nin tamı nə oldu? 1. Ədədin kəsr hissəsini tapmaq üçün özündən
Ədəd. Tamı çıxmaq lazım. Ədədin özü nədir? Budur. 6 çıx kök 17-dən çıxacam nəyi? 1-i. 6 çıx 1. 5 çıx kök 17 əslində bunun nəyi oldu? Kəsirsiniz. İndi qayıdır bu misal bax buna oxşardır. Buna dəyməyəcəksən. Bundan təxmini neçə çıxır? 4, 6. 81 olsa 9 çıxır. 83 isə demək 9 tam nə qədər? Məsələn. İndi yenə eyni bayaq kimi 2025-dən çıxırsan ki, görə bu ədədin yekunu necə bitir? 2025-dən 9 tam onda 2 çıx. 2015 2015 tam onda 8. Nə qədər oldu? 2015 tam onda 8. Tamı nədir yəni bu ədədin? 2015. Çünki bundan bunu çıxanda təxmini 2015 tam nə qədər alınır? Yəni tam lazımdır. Bunun tamı nə qədər oldu? 2015. Tamı 2015. Amma bizə nəyin istəyir? Kəsir səsi. Ədədin kəsirini tapmaq üçün 2025. özündən tamı çıxmaq lazımdır. Özü nədir? 2025 2025 çıx kök 83-dən çıxacaq 2015-i. Çünki tamı 2015-dir buna. Çıx 2015. 2025 çıx 2015. 10 çıx kök 83 qalır da. C variantı. Kəsir səs olur o. Belə. Sonra gəldik məsələn neçə 59-cu sual. 15-ə bölünməsi üçün ədəd həm 3-ə həm 5-ə bölünməlidir. Bölünmə əlamətləri. O dəqiqə yazırsan. 15-ə bölünməsi ox çəkirsən. 3-ə, bir də nəyə? 5'e. 5-ə bölünməli. 5-ə bölünmə əlaməti üçün son 0 ya da 5 olur. Yəni bu y 5-ə bölünməyə görə y ya 0 olmalıdır ya da 5 olmalıdır ki, ədədin sonu ya 0 ya 5 isə 5-ə bölünəcək. İndi bizə deyir ki, x, y hasilinin ən böyük qiymətini hansını götürəcəm? 5'i götürməlisən də, dur 0 götürməyəsən ki, y necə götürsən? 5. 3-ə bölünmə əlaməti necədir? Rəqəmlərin toplamayı yox. 3-ə bölürsə bölünəcək. 5, 5. 10, bu da 5. 15. İndi 15-in üstünə ən çox neçə gəlməliyəm ki, 3-ə bölünsün? Ən çox. 3. Ən çox. Ne deyirsən? X ən böyük deyirəm neçə ola bilər burada? 9 olacaq. 9 ola bilər də. 3-ə bölünür 9 gəlir də. Bəli. Ən böyük 9. 9-dan böyük ədəd gələ bilərsə, rəqəmdə axı üstünə xətt varsa. Demək X ən böyük neçə ola bilər? 9 vur 5. 45. Sənə niyə görə bunu 9 götürür? Çünki sənə deyir ki, bu X-i Y-ə vuranda daha böyük olsun da. Sən də dur burada 0 da qoya bilərsən, 3 də qoya bilərsən, 6 da qoya bilərsən, 9 da qoya bilərsən. Çünki hamısını 3-ə bölünür. Amma hasilin daha böyük olması üçün bunun ən böyüyü, bunun da ən böyüyü. Bu ən böyük 5 ola bilər, bu da ən böyük 9 ola bilər. 9 da 5'ə vuranda 45 olacaq cavab. Elə. Sonra gəlirik 60-cı sual. Deməli, çoxhəddinin vurğulara ayrılmasında biz üçhəddinin vurğulara ayırma qaydasını demişdik. AX kvadratı topla BX şəklində olanda, sən nə oldu? Deməli, AX kvadratı topla BX şəklində olanda hansı par çalırdıq? Mənim ortadakının 11x. Ortadakını elə 2 ədəd düşünürdük ki, vuranda nə eləməlidir? Vuranda A ilə C-nin hasili olmalıdır. 30. Toplayanda isə 6 ilə 5 demək. B-nin özü, qulaq as, mənfi 11. Mənfi 6 ilə 5. Mənfi 6 ilə 5. mənfi 5. Bəli. Vuranda müsbət 30, toplayanda mənfi 6. Bunları nəyin yerinə yazıyordu, nəyin əvəzinə? Mənfi 11x Mənfi 11x ilə əvəzinə. əvəzinə yazırsan 2x kvadrat çıx 6x Çıx 5. çıx 5x. Bax, mənfi 6 ilə mənfi 5 yazır. Üstəgəl 15x. 15x. Nə idi? 15. Deməli, aşağıda ortaq vurğu nədir bəs burada? Mən x deyirəm. X'i götürəndə qalır. X çıx 3. İndi bu ikisini bir götürsən, bu ikisini bir götürsən. İlk ikisində ortaq vurğu nədir? 2x'i götürsün. Qalacaq x çıx 3. Bu ikisində ortaq vurğu nədir? Yəni 5 götürəndə qalır. İşarə müsbət mənfi. Müsbət mənfi. Niyə birinci işarəsini götürsən həmişə? Mənfi 5 götürəndə qalır. Mən qalırda x plus x. Yenə plus dedim. Mənfi çıxartırsansa qabağa, o işarə əksinə dəyişəcək. Bu da olduğu kimi qalır. X vur x çıx 3. Sürətli ortaq vuruq. X plus 3. Sürətli ortaq vuruq, bax x çıx 3'dür. X çıx 3'ü götürsün, nə qalacaq? Qalır 2x plus 5. 2x minus 5. X çıx 5 böl X plus 4 x plus 1. x çıx 3. Bunlar da getdi, qaldı 2x çıx 5 bölünsün. X. Bəli. 2-ni 0 onda 1'ə vuran nə yiyəcək?
0 onda 2. 10'da 2'dən də 5 çıxanda 0 onda 2 çıx 5. Mənfi 4 tam onda 8. Böl 0 tam onda 1. Onluq kəsə böləndə vergüldən sonraki rəqəmlərin sayı eynisə vergülləri atırsan. 48. Vergüllə atanda mənfi 48 böl 1 olur. O da elə mənfi 48. Bax, belə qruplara ayırıb nə edirik? Sadələşdiririk. Bəli. Sonra gəldi 61-ci sual buradaymış. Topluda var, aç rasional ifadələr, rasional kəsrlər görürsün ya da qruplarama. Bunda neçə dənə sual var, elə ABL formada. Birinci işimiz nədir burada? Mötərizənin içində eləmək? Orta mərcə gətirmək. Demək, mötərizənin içində A plus B-ni nəyə vurmalıyam? B-yə. B-ni də B-yə. B-ni də A plus B-yə. Bunun məxrəcin, bunun məxrəcin, bunun da məxrəcin, bunun məxrəcin. A plus B-yə. Buna nəyə vuracam? A plus B. A plus B-yə. Onda orta məxrəcimiz olur. B vur A plus B. B vur A plus B. Surətimiz B-nin nəyi? Kvadrat. B vur B, B-nin kvadrat. Üstə gəl. Bu A nasıl kvadrat üstürdü? çıxıb B A kvadrat. kvadrat B kvadrat. A kvadrat çıxıb B. B kvadratlar neynədir? B. Bölmədə neynir həmişə? Birisi qalır. Mən bölmə olur vurma, birinci olduğu kimi olur. Vururam. Bunun məxrəci nə qalıb bu? Çıxır sürətə. B vur. A topla B. Yuxarı çıxır. Aşağıda nə qalıb denən? A topla B'lər də getdi. B vur B. B kvadrat. Kvadrat. B kvadrat böl A Kvadrat. kvadrat. Burada. B kvadrat böl A kvadrat. Cavab olur. E variantı. Elə. Deməli. İzahdan sonra nə başa düşmədiniz yenə deyin. Təkrar baxalım. 62. Yoxsa həbsi izah edin getdi olmaz. Belə bir çox hədli var. Bir hədli, çox hədli. Çox hədlinin qüvvəti necə də olmalıdır? Natural olmalıdır. Müsbət natural olmalıdır. Kəsr ola bilməz, mənfi ola bilməz. Onda mənfi ola bilmirsə, n 8-dən necə olmalıdır? Böyük olmalıdır. Çünki n 8-dən balaca olsa, A-nın üstü mənfi olacaq. O da çox hədli hesab olunmayacaq. Deməli, n böyük bərabər nədən? 8-dən. 8 ola bilər. 8 çıx 8. 0, A üstü 0, 1 edir. Olar. 0 da ola bilər. En 15'e bölünür. Deməli, bir də n çıx 4. 15-in bölündüyə də olmalıdır. Tam. Yəni 15 nəyə tam bölünməlidir? N çıx 4-ə, n deyil, n çıx 4-dür. Bax bu. Biraz şəkil əyri düşüb. Onca biraz aşağıda. Deməli, n də 20-dən necə olmalıdır? Kiçik bərabər. 20-dən balaca olmalı ki, bura necə olsun? Müsbət olsun da. Deməli, 20-dən balaca, 8-dən böyük qiymət ala bilər də n-imiz. Amma bu şərti də ödəməlidir də. 15 nəyə tam bölünməlidir? N çıx 4-ə. Görürsən 15-in məxrəci n çıx 4-dür. Tam ədəd olmalıdır, natural olmalıdır. İndi n-ə neçə qiymət, hansı qiymətlər verirsək? Necə? N 0 olmaz axı. Yəni 5 8-dən böyük olmaz. N-in qiyməti 0 olsa bura mənim 8 qalacaq. 9 qoymalı. Məsələn, yenə deyir 5. Bunun nəsil mən nəyə yazmışam? Nədir bu? Böyük bərabər. N deyirik ki, 8-dən böyük olmalıdır. Bəs bunun şərti mən. 9 olur. En kiçiği. N 9 qoya bilərsən. Çünki 9 çıx 4, 5, 15 5-ə bölünür. N 9 oldu. Ümumiyyətlə 15 5-ə bölünür, bir də nəyə bölünür? 15-ə bölünür da, bir də 1-ə bölünür. İndi buranın 5 qalması üçün nədən 4 çıxanda 5 qalır? 9-dan. 9-u götürdük. Sonra nədən 4 çıxanda 1 qalır? 5. Amma 5 ola bilməz də, çünki 8-dən böyük olmalı. Bəs bir də 15-ə bölünür da, 15 15-ə bölünür. Nədən 4 çıxanda 15 olur? 19-dan. Demək bir də nə ola bilər? 19. Daha bir də saymırsan, ona bilmir. 15-in bölündüyü ədədləri düşünürsən, 15, yəni bu n çıx 4 1 ola bilər, 5 ola bilər, bir də nə ola bilər? 3 ola bilər, bir də 15 ola bilər. Yəni 3 şərti də ödəmir. Çünki 7 olmalıdır ki, 7 çıx 4 3 olsa 7 də ola bilməz. Çünki n 8-dən böyük olmalı. Ancaq ödəyən qiymətlər nədir? 9-dan 19. Bunların da cəmi 28-dir. N-in alınacaq qiymətləri deməli cəmi. Belə. Sonra gəldik 63-cü sual. Bax buradadır. Bu da əslində həll falan tələb eləmir. Deyir ki, A ilə B necə dərtdir? Bəzən uşaqlar orada sözlərə fikir vermir. Natural. Bunun özünün böyük önəmi var. Deyir ki, A ilə B-nin cəmi necə olsun? Ən kiçik. Deməli, A-ya B-yə maksimum, belə deyək də, ən aşağı qiyməti düşünməlisən. Ən kiçik natural ədəd nədir? 1. 12 vur 1. 12. Hansı natural ədədin kvadratı 12 edir? Heç nə. B-yə ver 2. 12 vur 2. Hansı natural ədədin kvadratı 24 edir? Heç nə. 12 vur 3. 36. B3 olsa bu 36 edir. Nəyin kvadratı 36? 6-nın. A 6 ola bilər. A ən az.
B də 3 olur. Bunun cəmi 9 edir. 9. Yəni belə düşünməlisən. Sonra gəldi 64-cü sual. Bax burada çox hədlər deyilən vurğuları ayırma. İndi çoxunuz deyə bilər ki 2-2 götürəcəksən. 2-2 götürsən, məsələn, bunlarda ortaq vuruq oldu, amma burada olmur axı. Bəzən demişdim ki, 3 dənəsi də nə yarada bilir? Bir dənə düstur yarada bilir. Burada 3 dənə hədd var ki, onlar bir düsturu verir. Təxmin hansılar ola bilər? 16, 8, bir də 1. Y kvadratını təkləyirsən, qalır sağına. Bax, 16x kvadrat topla 8x topla 1. 3-ü nə yaradır? Müxtəsərin açışıdır. İndi siz deyəcəksiniz hansı müxtəsərin? 4x. 4x. Üstə gəldi. Bəli. 4x plus 1-dən. Bu nəyin kvadratıdır? 4x-in. Bu da 1-in kvadratıdır. Yəni 4x topla nəyin? 1-in kvadratı. 4x topla 1-in mötərizə kvadratının açışıdır. Bax, müxtəsərin açışıdır. Bu da çıxılsın y kvadrat durub yerində. Aşağıda heç nə. 4x çıx y topla 1 durub burada. Sürət hansı düzdür kim açacaq? A kvadrat çıxdı kvadrat. A minus B, A plus B. 4x Yəni topla 4x topla 1-in üstünə bir dəfə y gəlirəm. Bir dəfə də 4x topla 1-dən nəyə çıxıram? Y çıxıram. Bir dəfə toplayıb bir dəfə çıxıram. Aşağıda 4x çıx y topla 1. Nələr gedir? Çıx y-lər gedir. Bunlar eyni şeydir. Qalır bu. 4x topla 1 topla y. Hansıdır? B var. B variantı. Bəli. Belə. Sonra 65-ci sual. 65-də görək nə istəyir, nə tələb edir. Bax bu kvadrat kökü keçmişik. Dərəcə cütdürsə, sağ aparıb sonra nə edirik? Modul sanır mən. Bəli, modulda çıxacaq. Bunu bilməlisiniz. Dərəcə tək olanda Olduğu olduğu kimi modulda ehtiyac yox. İndi bax, bunu da 4 ilə 4 getdi. Kök nə edəcək burada? İtəcək, kök getdi. Amma nədə çıxardırsa, modulda x toplu 6. Üstə gəl. 5-lər getdi. Modulsuz. Modulsuz 5 çıxıydı, olduğu kimi. Modulsuz. Çıxılsın, indi qulaq as. İşarəsi dəyişir. Modulun içi müsbətsə, olduğu kimi çıxır. Mənfidirsə, əksinə çıxır. İndi onun içərisinin müsbət mənfi olduğunu bilmək üçün bunlardan istifadə etməlisən. Y necə dətdir? Mənfi dətdir. Məsələn, yazıram mənfi 2, tutaq ki. X necə dətdir? Müsbət. Y-dən çıxıblar x-i də. Çıxıram məsələn, bir də müsbət ədəddir, 5 məsələn. Necə qiymət alınır bu? Mənfi 7 alınır, mənfi alınır. Modulun içi necə oldu? Mənfi. Necə çıxacaq? Necə? X çıxır. Amma qabaqda mənfi var deyə mötərizədə çıxart. Müsbət olsaydı elə mötərizəsiz yazılır, x çıxır. Amma qabaqda mənfi işarəsi var axı. Bunu mötərizədə aç, mötərizədə yaz, sonra açarsan. İndi bu modulun içi həmişə müsbətdir. Niyə görə? X müsbətdir, üstün altı müsbət. Olduğu kimi çıxır, görürsən? Olduğu kimi. Buna sənin heç bir toxunacağın yoxdur, sənin şu modullarlandır. Çıxılsın x plus y. Y-lər getdi, plus y. Müsbət, mənfi y getdilər. Müsbət x, mənfi x getdilər. Alt topla 5, 11. Və, deyil var yəni. Belə. Başa düşdünüzmü? Bəli. Belə. Təkrar eləmək lazım. Biraz suallar diqqətli işləmək lazım. 66-cı sual. Üçbucaq sualı. Bu əslində rahat sualdır, bunu işləmək lazım idi. Necə üçbucaqdır? Bərabər tərəfli. Birinci işiniz bundan istifadə eləməkdir. Gedib bucaqları yazmalıydın. Çox heç gedib bucaq belə yazmayın. Suala dəyməyib də heç ha. Neçə dərəcə olur bucaq? 60 dərəcə. O dəqiqə bütün bucaqlara nə yazmalısan? Hərəsinə 60 dərəcə düşər. Çünki 3 tərəfdə bərabərdir. Aha, burada 90 görən kimi, 90-60 bura nədir? 30. Sənə də tərs kimi deyəcəyini verib. Nə qədərdir? 30-un qabağı 3-dürsə, betonumuz nə qədər olacaq? 6. BK-nı da tərs kimi verib. BK nə qədərdir? 4. Onda tərəf nə qədər oldu? 10. Bura nə qədər olacaq? 10. Bura nə qədər olmalıdır? 7. 10. Bura nə qədər qalır? Bura 7. 7. Da səndən bunu istəyir. Yəni, AD'ni istəyir. 7. 30-60 qaydası. Bərabər tərəfiz. Bıçaq 30-60 qaydası. Sonra gəldik 67-ci sual. Qonşu bucaqlar deyəndə ağlımıza gələn Cəmi 180. Bilmirəm, x, y yazıram. Cəmləri nə qədərdir? 180. Bunlar qonşu olsun. Deyək, birinin dərəcə ölçüsünü 50% azalt. X-i 50% azaltma nədir? X çıx, x vur 50, böl 100. İndi 50% olduğu üçün şifadə yaza bilərsiniz, eyb yox. 50 ilə 100 gedir, nə qalır?
2. Nəyə gətirirəm? Orta mənə. Bu neçə vurmalıyam? 2. 2. Burada 2-dir, bunu 2-yə vuracam. Bunu da 2-yə. 2x plus x. 2-də 2x çıx 1x. X. Nə qalır? 1x. Deyir 50% azaldanda digər bucağa konqruent olur. Yəni bərabər olur da. Yəni x çıx 2 nəyə bərabər olacaq? 2. Nəyə? Y-ə da digər bucaq hansıdır? Digər bucaq y-ə bərabər olacaq da, bəli. Məxrəcə nə yazırsan? Sonra nə edirsən? Çapraz vurur. X nəyə bərabərdir? 2y-ə. Gətir burada x-i yenə nə yazacaqsan? 2 qoyacaq. 2y, 2 var. 2. Topla y bərabər 180. 3y nəyə bərabərdir? 180-ə y bərabər 60. Y 60 isə bəs x nə qədər olacaq? 120 də, cəmi 180 də. Deyir, bunların fərqini tap. 60 da 60. Belə işləmə. Sonra... Ben bir rəqəm miqdarı tapıb işləmişəm. Yox, tabii, hər nə yolu belə işləyə bilər. Məsələn, bu sual görüb qorxub çəkin. Burada uyğunluqda verilənlə, şərtlə soruşulan arasında bir əlaqəyə baxmalısan. Məsələn, burada görürsən A-da 5, B-də 6, C-də 7. Görürsən A-da 5, B-də 6, C-də 7. Ayrı-ayrı neynəməlisən? Məfrəzlərdə yazacaqsan. A-da 5, bunu üstə gəl A-da nə? 4 A. 4. Üstə gəl. B-də 6, ayrı-ayrı məfrəzdə yaza bilərsən da. Üstə gəl. B-də 2B. Üstə gəl. C-də 7, ayrı-ayrı məxrəcə yazsın. C-də 3C. Vəssalam. A-lar getdi, B-lər getdi, C-lər getdi. A-da 5, B-də 6, bir də C-də 7-nin cəmi nə verib sənə? 24. Özü 24. 3-ünü yerinə yazıram. 24. Burada nə qalır? 4. Burada nə qalır? 2. Burada 3 2. qalır. Orada da 3 qalır. Cəmlərin toplusu. 5, 4, 8, 33. Belə ayrı-ayrı məxrəcə yazmaq lazım idi. Hər şey göz qabağında qalır da. Bunların qiymətini verib, o birlərin də hərfləri gedir ədəd olur. Növbəti 69-cu sual. Deməli, bu da şifahi sualdır. Kökün altı necə olsa, mənfi olsa, mənası yoxdur. Kökün altı, mən niyə bu qədər gətirsən? Dayağımız olduğunu verir. Ver bura. Onu da verir. Altını verir. Altını telefonu koyma. Onu heç olsa verir də. Deməli. Versəz bunu. Aynen. Gözlə. Deməli, bu belə. Baxmadım ha mən. Uşaqlar, kökün dərəcəsi cütdürsə, kökün altı müsbət olmalı. Heç vaxt mənfi olamaz, onda mənası olmur. Deyir, hansı mənası yoxdur. Cüt dərəcəli kökün altı mənfi olanda. Burada deməli, mənfinin 4-cü qüvvət var, həmişə müsbət olacaq. Problemi yoxdur. Burada dərəcə təşkiliyyəti hər şey ola bilər. Dərəcə təşkili hər şey ola bilər, mənfi problemi yoxdur. Dərəcə mənfi 2/4 həmişə müsbət edəcək, mənfi 4-də, bu da getdi. Amma buradakı 6 nəyə aid deyil? Mənfiyə aid deyil. Belə olsaydı, onda mənfini müsbət edəcək. Burada mənfiyə aidiyyəti yoxdur. 2-nin üstündə 6 ancaq 2-yə aiddir. Dərəcə düzdür, kökün altı mənfi ola bilməz, mənası yoxdur, D variantı. Deməli, gəldi 70-ci sual. 70. Bir həllinin dərəcəsini tapanda nə edirik? Dərəcələri toplayırıq da mən. Nələr toplayırıq? Dərəcələri toplayırıq. Nəyin dərəcələrini? 4 plus 6 plus. Hərflərin dərəcələrini toplayırsınız. Bərabər edir 18-ə. X-in üstü 4, üstə gəl. 6. 6. Üstə gəl. 22 bərabər edir 18. Deməli. Burada aşağı 4, 6, 10, ondan 2 çıxarır. N Oldu. bərabər edir 10. Deməli. Oldu. N nəyə bərabər oldu? 10'a. 10-a. Bir həddinin dərəcəsini tapanda hərflərin dərəcəsini toplayırsan. Məsələn, burada verərdi ki, 2 üstü 4. Çoxu çaşıb 4-ə götürəcək. Ədədin qüvvətini götürmür. Siz ancaq bir həddinin dərəcəsi deyəndə hərflərin qüvvəti. Həmçinin çox həddə də. İndi burada aşağı n neçə tapdın? 10. N-i yenə 10 yazırsan. Ədədə baxmırsan ki sən, ədədin bizə aidiyyəti yoxdur. Bunun dərəcəsi tapı, hərfin 2 nəyə vurulacaq? 10. Maksimum 20 ola bilər də. Yəni, x üstü 2, bu da üstü 10. Dərəcə vurulur həmişə. 2 vuran eli nə qədər 20. Sonra 70. Orada müsəddən sonra ona gedir. 70 neçə? 71. Uşaqlar, 2 modunun cəmi 0-dırsa, Hərəsini ayrı. hərəsini ayrı 0-a bərabər verirsən. Çünki modullar həmişə necədir? Müsbət. Bunlar ədəd olsa, 2 ədəd toplayanı 0 edə bilər. Həmişə müsbət 0 olur. Ancaq o halda 0 olar ki, bu da 0 olsun. Bu da 0 olsun ki, 0-dan 0 toplayanı 0 edə bilsin. Aydındır. Sonra 2 kökü toplayanda
0 edibsə, onları da 0-a bərabər edirsən. Evet. 2 kvadrat toplayanı 0 edibsə, onların da cəmi 0-a, onların da hərəsini 0-a bərabər edirsən. Deməli, indi A çıx 3B topla 6 bərabər edirsə nəyə? 0-a. A çıx 3B nəyə bərabərdir? 6-ya. Mənfi 6-ya. Mənfi Belə, 6-ya. bunu tapdım. Buradan da AB çıx 2 bərabərdir 0. AB bərabər nəyə? 2-yə. Bu da müxtəsərdir. Səndən soruşulan. Bəli. Müxtəsərdir. Bəli. İndi bu nəyin kvadratıdır? A-nın kvadratıdır. Bu nəyin kvadratıdır? 3B. 3B-nin kvadratıdır. Müxtəsər keçmişik də. A kvadrat topla B kvadrat. Bunun açılışı 2 cürdür. Necədir birincisi? A üstə gəl B-nin kvadratı çıx 2 alacaq. Və yaxud da burada minus, burada plus vəziyyəti. Evet. Biz indi bu A-mız budur, B-miz də budur. A kvadrat topla B-nin kvadratı. Necə açacaq? Plusla yoxsa minusla? Burada plus. Sənə minusu verir. Minusu Hə, verir. hə, bəli. Yəni A çıx B-nin, bax B bizə nədir? 3B-dir. 3B. A çıx B-nin nəyi? Kvadrat topla 2. A-mız A-dır, B-miz nədir? 3B. 3B-dir. Vəssalam. Bunun yerinə nə qoyacaqsan? Nəyin? Nə deyirsən? Mənfi Hə, altı. Mənfi altının nəyi? Kvadrat. A çıx 3B orada görürsün də mənfi altıdır. Mənfi altının kvadratıcı 36. Üstə gəl. 2 vur 3. 6. 6 AB. AB-miz neçədir? AB 2. 2-dir. 6-nı 2-yə vuranda 12 toplu 36. 48. 48 olur cavabımız. Müxtəsər açıb yerinə qoymaq lazımdır. Telefon uşaq, günah telefonda uşaq fikrini yandırır. 3 dəqiqədən bu yanlış sualı göstərir. Telefon. Hə, deməli, burada onun bildirici ki, modulların cəmi 0-dırsa, həmişə modulları 0-a bərabər edəcəksiniz. Bu da ki, müxtəsərin atılışıdır. Deməli, növbəti 72-ci sual. 62. Sağ. A bərabərdir, tutaq A ədədi üçün. Yaxşı, aç bir də səs çox gəlsin. Deməli, M vurulsun 10 üstü K. A ədədinin standart şəkli budursa, M-ə nə deyirik burada? Qiymətlisə, təpənə əmsal deyirik. M-ə qiymətlisə, K-ya tərtib deyirik. Tərtibən. Tərtib o dərəcəsi də. Qiymətlisə kim deyər? Hansı aralada qiymət ola bilər? 9 bir şeydir. 1. Qiymətlisə minimum 1 ola bilər. Maksimum 9 tam nə qədər? Yəni ondan balaca olmalı. 10 ola bilməz. Maksimum 9 tam nə qədər ola bilər? Bəli. Heç olmasa bildin də biraz. Bəli. İndi bildin ki 9 ola bilər. 9 tam neçə də ola bilər? Amma nə ola bilməz? 10 ola 10 ola bilməz. Bunu bilin. Bu 100% bilməzdir. Bu standartda çox qayıdır. Tərtib də tam ədəd olmalıdır. Ya mənfi, ya müsbət. Amma tam ədəd. Kəsb ola bilməz. K nədir orada? Tam ədəddir. Tamam. İndi deyir bu ədədlərin nəyin? Hasilini. Bunları bir-birinə nə edəcəksən? Vuracaqsan. Bunu hələ dəymirsən. Əslində 36 ola bilməz qiymətlisə. Çünki demişik 1 ilə 10. Yox, hələ qalsın, sonra çevirərik. 36 vur 10 üstü 10. Bunu nəyə vurmalıyam? 200. Bunu 2 vur nəyə yazacaqsan? 10. 10 üstü 2. 10 üstü 2-də 2 vur 100 deməkdir. 100 10 üstü 2-dir. 36-ın 2-yə vur. Qiymətlisə 1 ilə vur. 72 vur 10 üstü 12. Çünki üstlər toplanılır əsas eyni olanda. 72 qiymətlisi ola bilər. 7 tam onda bunu 10 dəfə azaldırsansa bunu 10 dəfə artıracaqsan. Nə? Deməli 10 üstü 13 olacaq. Elə ki bunu 10-a böldün, bunu 10-a vurursan da. Nasıl olan? 10 üstü Qiymətlisə neçədir? 10 üstü 10. Qiymət 7 10 2. 7 tam onda tərtib 13. 10 üstü 10. tərtibdə 13. Olan cəmi istəyir. 7 onda 2 ilə 13-ün cəmi. 20 tam onda 2. Mənim mən gəlmişəm, prosta belə. 73'üm ben. Hayır. Cəmi. 760 göründü. Yazam ben. 73. Düz buzağı. Pifagor da bu. Pifagor değil. Deməli deyil da. Yox, deməli ki bir həmi qadvoyalım başqa dönüm. Burada Pifagorla işlər. Yox, özü kimi onu deyir. Pifagor değil lan. Yox, deyirəm ki, bilmirsən demirəm. Elə bilirsiniz ki, sualda deyəcək ki, ağıllı bolam Pifagorla işlə bunu. Elə deməyəcək. Daha sən özün baxıb bilməlisən ki, Pifagor. Pifagor'u hardan şeyledim görmedim. Hardan şeylədim deyirəm, bu deyəcək düz bucağı. Bu şeyin hipotenuzunu bilirsən. 30. Katibinin birini bilirsən. Yəni bu ağılıma nətər gəlməsi. Hipotenuzu bilirsən, katibinin birini bilirsən, o bir katib yoxdur da. Buna bir x verir, nə olar ki? Dedim.
X'in kvadratı üstə gəl. 24'ün kvadratı. 576. 576. Bərabərdir 900. Bilmirsən alt alta vur tap. Bəli. X kvadratla bərabərdir. Bundan bunu çıxardı qalır 324. Bu da nəyin kvadratıdır? 18'si. Bura 18'dirsə. 9. AK nə qədər olacaq? 9. 7. Ama- İndi səndən də bunu istəyir da. Yenə püfə qoy. 2 kartı bilirsən ki, betonuzu tap da. Elədim 324. Yalnız eləmirsən. Y kvadratı bərabər 24'ün kvadratı 576. Üstə gəl 49. Bu da 625. Ondan nə çıxır? 25. Y oldu 25. Cavab oldu 25. Səndən duraq. 324'ün 18'in kvadratı olduğunu bilmirdim. Çok maraqlı deyil da. Kök Onu aldı. öyrənməlisən. 324 yazdım. Öyrənmirsən, altada vur tapırsan. Altada vurma bilmirsən. Vur tap da. Hani burada Değişik aldım. Bir də versən sınavı işləyirlər, bir də belə. Müəllim 24'ün kvadratı neçə edir? Allah bu suallar verir. Götür burada al tap. Abi ben bilmiyorum. Məsələn deyir, sən deyir. Uşaqlar, bax bu sual bizə düşürüb də hər yerə düşür. Nə bilim, topluda da var, 9'un buraxışına düşür, nə bilim, burada salır. Uşaqlar, 2 ədəddir, nə götürün? X y. Birinin 30%. Necədir? X vur 30, böl 100. Bərabərdir digərinin 70%-dən. Y vur 70, böl 100. Sıfırlar getdi, sıfırlar getdi. Çarpaz vuranda bu onlar da gedəcək. Nə qaldı? 3x bərabərdir 7y. X-i neçə k götürəcəksən? 7K. 7k. Y-i 3K. 3k. Məsələn, deyirdi bunların fərqi neçədir? 12. Çıxanı neçə k qalır? 4 k nə buna böləcəksən? 12'ye k olacaq. 3k 3-dürsə 7'nin 3'ə vuranda 21, 3'ə vuranda 9. Bunların cəmini istəyir. Bəli. Cəm doğru bəli. 30. Bəli, 30. Belə. Benim gelmişim abi. 75. Yenə həndəsən nəsə samlaşı. Bəli. Bunu nə edirsən? Uzadırım. Uzadı. Uzat getsin sağ tərəfə. Bunda belə. 73 yukarıdan. 70'dirsə bura uyğundur bundan. 70. 70'in qonşusu. 130. 110. 110. 130'un qonşusu 50. Üç bucağın bucaqların cəmi nə qədər olmalıdır? 180. 50, 110 nə qədər edir? 60. 160 bura nə qədər qalır? 20. 20 dərəcə. Sağ olur 20. Uzatma ilişdirsən. Belə. 76. Bəli. Yəni bu sual tam deməli. Yox. Buraxılışı Buna baxmadan Şimdi yaz. 2020 neçədir? Tam buraxışa düşür, amma rəqəmlər fərqlidir da. Buraxışın özünə düşür, 11'lərin buraxışı. Amma çətin sual deyil. Qulaq as. Məsələn, deyir ki, burada 3 dənə maddə verilir. Bunların çəkisi bir də qatılığı verilir. Deyir ki, indi, C-nin miqdarını verir. Nə qədərdir C-dən? 130 qramdır. Deyir ki, A, B-dən 20 qram çoxdur. Nə yazacağam? X plus 20. Yok. X AX AX yazacaq. yazıyı, AX yazıyı, X çıxıyır. Aa, X üstü. Hə, elə də deyə bilərsən, bəli. Plusla da deyə bilərsən. Bura X-dir, bura nə olacaq? X plus 20. X plus 20. Və yaxud da əldə dediyi kimi, bura x deyirsən, bura x çıx 20 deyirsən. Fərqi yoxdur, eyni cavab olunacaq. İndi uşaqlar, bu bütün maddə neçə faiz götürəcək? 100%. Bütün miqdarımız həmişə, bütün sinif, bütün nə bilim nə, bütün kitab, bütün maddə həmişə 100% orada tam. 150. İndi toplayana nə qədər edir bunlar? 150 topla 2x. 150 topla 2x. 150 topla 2x-a neçə faiz götürəcək? 100%. Bu 100%dir. İndi orada sənə bir faiz verir, bax ipucu. 20. X-a 20%da çarpaz vurup tapmaq üçün. X-a da 20%. Bunlar nə edəcək? Çarpaz. 100 vurulacaq X-a bərabər 20 də vurulacaq nəyə? Mötərizədə 150 topla 2x-a. Nə edirsən burada? İxtisar 20 ilə 100 apardım 5x qaldı da burada. Bərabərdir 150 üstəgəl 2x. X-a da bir təbii ki, içindən neçə x qalır? 3x 150-dirsə x nə qədər olacaq? 50. İndi sənə nə istəyir? Sənə deyir ki, C maddəsinin neçə faizdir? C hansıdır? 130 deyir neçə faizdir? Bilmirəm, Y faiz. İndi tənasübü yazacaqsan da 50-yə neçə faiz yazırsan? 20 var. Hansı ilə gedirsən get? Ya bundan nə bilir? 50-yə 20% yazırsan. 50 qram 20%dirsə, bizdən nə faizini istəyir? 130'un faizini istəyir da. Y faiz. Ne edirsən yenə? Çarpaz vurursan Y vur 50 bərabər nəyə? 20 vur 130. Yenə 50 sıfır apar.
5 ilə də 130 vuran 26. 2-nin 26-ya vuran neçə edir? 52%. Belə tapırıq. Belə. Bu şəkildə. Görüntü ilə bağlı belə çətin sual, mürəkkəb sual kimi görünə bilər, amma içinə daxil olanda işləmək istəyəndə rahat olur. Qələmi götürüb yazıb işləmək lazımdır. Arzu və duyğu. Qulaq asın. Yazırsan A, bir də D. Arzu, bir də duyğu. Qulaq asın. Arzunun indi nə qədər yaşı var hal-hazırda? Bilmirik. Duyğunun nə qədər yaşı var? Bilmirik. Deyək ki, 4 il sonraki yaşları. Bunlar indiki yaşlardır. Yazıram indiki. Yazıram 4 il sonraki. Nə qədər olacaq bunun yaşı? X plus 4. 1 il sonraki yaşı. Nə qədər yaşı olacaq? İlk topla 4. İndi 3 il əvvəlki. 3 il əvvəlki nə qədər olacaq? X topla 1. X Topla 1. sonuçda bular. 3 il əvvəl geri. Deməli, bu nə qədər olacaq? Y çıx 3. İndiki Sağ ol. bir də indiki yaşından 3 il əvvəl. Buyurun. Üstləri. Müəllim. İndiki yaşından 3 il əvvəl. Telefon var orada ehtiyatlı ol. Orada yer yox. Sana gəlsin. Deməli bu. Deyirəm telefon var burada. Çəkdir sən. Çəkir. Bir belə. Hə. Orada İndi uşaqlar, indiki yaş X-dir, bir də Y-dir. 3 il əvvəlki deyəndə çıxırsan da, 3 il əvvəl ondan alırsan. 3 il əvvəl. Hə də bilirsən, Dörd il- hal-hazırki yaşa baxırsan, hal-hazırki. Buna əsasın. İndi deyək 4 il sonraki yaşların cəmi, neynəyəcəm? Nə yazacaq? X topla 4. Nədən etsə də indi topla. Toplayın da onları. X Üstə topla gəl, Y üstə gəl. 8. 8. Deyək 4 il sonraki yaşların cəmi, 3 il əvvəlki yaşların cəminin, yəni nəyin? X plus Y çıx 6-nın neçə misli? Neynəyəcəm? 2-yə vuracam. 2 mislindən bir vahid kiçik. Çıxacam Belə belə. getsin. Vurub açırsan. Sol tərəfdə işləyənsə işlə yoxdur. Belə Bu gedir. qalır yerində. Belə Bunu gedir. vurub açırsan. 2x üstə gəl 2y. Çıx 12, bir də çıx 1 var. İndi 2x-dan 1x çıxanda burada qalacaq 1x. Bura y olmalı. 2y-dən də 1y çıxanda burada da bir dənə y qaldı. Sağda bir dənə, solda bir dənə nə qalıb? 8. Sağda x plus y çıx 13. Bəli. Hərflər qalsın sağda elə. Mənfi 13 bura gələndə olacaq 21. Sağ olun. İndi x-dan y-in cəmindən tapdıq. Bizdən nə istəyir bəs? Hazırki yaşlar. Nə olacaq? Hazır. Elə 21. Çünki hazırki yaşlar x-dan y-dir. Onların cəmini tapdıq 21. Mən bu yolla gedirəm. Niyə 2 yazdım? Nəysə bilmişəm. Bəli. Deməli, bu şəkildə belə. Gəldi 78. Çən nə qədər su tutur? Kimi ölçüb? Bilmirsiniz. Nə qədər? Nə 61, 68, x-dir. Çən x bilmirik, bəli. Çənin tutumu nə qədərdir? X. Nə qədəri doludur? 6-da 1. X-i neynəyəcəm? 6-da 1. Olacaq 6-da x. 6. Üstünə nə qədər su tökürlər təzədən? 67 su tökürlər. Bu qədər su olur çəndə. Deyək, çənin 2/1 boş olur. Bəs nə qədər dolu olur? 2/1 ilə. Yarısı boşsa, yarısı nədir? Doludur. Demək, bu nəyin təşkil edir onu? 2/1-ni də, yəni 2x. Çəndə 6/1 su var idi. Üstünə 67-də tökdülər. Deyək, nə qədər boş oldu? 2/1 boş qalıbsa, demək 2/1 də doludur da. 2/1 yarısı deməkdir axır. Demək, bu çənin yarısı. X-lar bir tərk etsin, 60 qalsın burada. 2x-dən nəyə çıxırsan? O tərəf gedir axı. 6x, bəli. Nəyə gətirsən? 3-yə vurursan, 3-ə. Bunu da 3-ə vurursan. Onda 60 bərabərdir. 6-da neçə x? 2x. 2 ilə də altına qoysan 3. Bunu nə edirsən? Çarpası x bərabər 180. Bizə bunu istəyir. Çənin tutumu. İstəmişdik axı. Belə. Şəkildə. Şükürük. Deməli, 78, sonra nə qaldı burada? 79. 79-cu sual. İstənilən məhlulun qatılığını tapmaq üçün nə etməliyik? Maddə və məhlul vuruyoruz. Hə, bunu həmişə demişəm. Bunun formulları yadda saxlayın. İstənilən məhlulun qatılığını tapmaq üçün içindəki maddəni bölürük məhlula, vururuq 100%. Məsələn, tutaq ki,
Bir stəkan şirin çay var. 200 qram tutar. Şirin çayımız nə qədərdir? 200 qramlıq stəkandır. 200 qram şirin çaydır. Qırdağlıdır, qırdağlıq. 200 qram stəkan. Məhlul. Yaxşı. Anam qaplar ki. Hə, deməli o dəqiqə götürürlər. Bəli. Deməli, şirin çay nə qədərdir? Yaxşılar, çox az. Şirin çay 200 qramdır. Tutaq ki, bunun içərisinə sən tutaq ki, 50 qram şəkər tökmüsən. Bu ümumi stəkanın həcmidir, 200 qram şirin çaydır. Bunun içində neçə qram şəkər var? 50 qram. Deyir ki, içdiyin şirin çayın qatılığı nə qədərdir? Neçə faiz həsabdır, şəkərdir? Maddə nə qədərdir? 20, 200. 50. Maddə şəkərdir da 50. Baxın deyirəm. Məhlul nə qədərdir? 200. 50 böl 200 vur 100. Şu. 200. 50 böl 200 vur 100. 100 nə bu gedir? 2 qalır. Yəni neçədir? 25%. Deməli sən istəyin şirin çay 25%-li məhluldur. 25%. Məhlul da bu. Maddə böl məhlul özüm vermişdim. Yəni məsələyə aidiyyəti yoxdur. Özündən sənə şirin çay içir də bəli. Deməli, yaxşı, indi qayıdırıq misala. Məhlul nə qədərdir? Kim deyər? Bir verib. X-dir. Deyir, məhlulun 30% duzdur. Məhlulu bilmirəm, nə deyirəm? X. Harada yazmalıyam? Aşağıda. Aşağıda. Məhlul həmişə burada yazılır. İndi bunun 30%-i. Bilmirəm bu neçə qram şəkər, duz var. X-i nəyi tapıram? 30%. X vur 30, böl 100. Sıfırlar gedir, 10/3x. Nə qədər maddə var? 0/3x. İndi əslində bu böl bu vur 100 yazma. Amma bunun üstünə tökürlər. 4 qram. Maddə də duz. Üstünə gəlirlər. Maddə sürətdə yazılır, bağlıram. İndi bundan üstünə gəlməliyəm axı. Nəyi? 4-ü bunun üstünə gəlməliyəm da, çünki məhlulun üstünə tökülür da. Bir də nəyə gəlməliyəm? 24 qramın su tökürlər da. Su maddə deyil axı, o maddəmiz o duzdur. 24 gəlir. Vuracam nəyə? 100-ə, bərabər edəcəm nəyə? 20-yə. Və yaxud da %20-yə də bərabər edə bilərsən. Bəli. Maddə bölü məhlul vur 100 bərabər olur həmişə nə? Qatılıq. Yəni 20% qatılığı özü verib sənə. 20-yə 100 nə edirsən? Bir dəfə? 5 dəfə. İndi 0/3x topla 4 bölünsün nə? X topla neçə? 28 bərabərdir. 1 böl 5 vurmaq da 1-i 5-ə bölürsən. Sonra nə edirsən? Çarpaz 1-i bura vuranda elə özü eləyəcək. X toplu 28. 5-i də 0/3-ə vuranda 1/5x. 5-i də 4-ə vuranda 20. Böyükdən balacanı çıxırsan. 28-dən 20 çıxanda 8. 1/5-dən 1-i çıxırsan 0/5x. X-də tapmaq üçün 8-i nəyə bölürsən? 0/5-ə bölündə 16. İndi cavab 16 deyil. Məsələn, çox uşaqlar neçəsi 16 yazıb cavabı. İndi bizə deyir ki, alınmış məhlulun miqdarı. Bu əvvəlki məhluldur. X qədər var idi. Üstünə nə qədər tökmüşlər? 28 qram da gəlmişlər üstünə. 16-nın üstünə nə deyəcəksən? 28. Bu desəydi ki, əvvəlcə nə qədər məhlul var idi? Cavab 16 eləyərdi. Amma deyir, alınan məhlul. 16-nın da üstünə bu sonradan tökülənlər gəlsin. 28-si. Bu deyir 44. Yəni 80-ci sual, 80-ci sual, 80-ci görə. Bu avtomobil məsələləri. 2 şəhər var. Avtomobil bir gedir, bir də nə edir? Qayıdır. Məsafə necədir? Məsafə dəyişir? Məsafə dəyişmir. A şəhərindən B şəhərinə. Gedəndə neçə saata gedir? 6 saat. Sürəti nə qədərdir? Bilmirik. Gedəndə sürəti olsun V. Eləmi? 1 saatda 5 kilometr gedirsə 6 saatda nə qədər gedəcək? 6 bir da. 1 saatda 5 kilometr gedirsə 6 saatda 6 vur 1. Onda gedəndə nə qədər yol gedəcək? 6 vur 1. Bunun gedilən yolda zaman vur sürət. Qaydanda deyil, qaydan başı. Sürəti nə qədər olur? Nə yazacağım? Nə yazacağım? 6 Yox. 10 Əvvəlki sürət nə qədər? 6 verdə. 6 plus 20, 50.
6B orada sürətdir. Vaxtdır. V. Orada da telefon çəkir. Çox danışamıram. Çox tezəsən. İlk süsü gəlsin. Əvvəl sürəti nə qədər idi? 6. 60. V idi də. Bir də V. B üstü gəldi. İndi nə qədər olacaq? V plus 50. V plus 50. Bəxtin gətirdi Nəsim. İndi qaydana neçə saat yol gəlir? 2 saat. 2 saat. Nə, üçün bu nəyə vuracaq? 2'ye. Şurada sürət indi V topları İki oldu. üstü gəlir 100. Bunlar bir-birinə necə olmalıdır? Beraber olmalı. Beraber. Bərabər olmalı. Çünki eyni yoldur da. Bu da gedilən yoldur, bu da gedilən yol. Sadəcə birində gəlib, birində qayıdıb. 6B nəyə bərabər edəcəksən? 2B üstə gəlir 100-ə. 100. 6B çıxır 2B. 4B bərabər 100-ə. V nəyə bərabərdir? 25-ə. V 25-i səndən gedilən yolu istəyir. Altında nə vuracaqsan? 25-ə yolunuz olacaq 25. 150. Çox sağ ol. Resmen sanmayacağız. Nə deyirsən Fərid? Bence biraz editleyeceksin. Mən də buradan birbaşa baxa biləmirəm video nə düşünürlər. Birbaşa atıram ora. Deməli YouTube-a. Bu bir dayanmıyor. Deməli. Gəldi axırıncı sual. O gün də 9-da da video çəkirdim. Dayandı. Yox. Baktım ben de. Dərs dairəm deyəsən. Asırmağa baxdım. Telefon qoyuşağı, orada biri həmişə uşaq bərk atır. Az qala telefon silkələndi də. Uşaqlar o dərsdən çox uşaqların səslərinə qulaq asacaqlar. 81-ə baxır indi. Deməli, 11'e kadar koy vermiş ben. diaqramda O niye yandırırsan? Ben söndürsen yandırırsın. O söndü. yan qulaq asın. Qulaq asın, vaxt gedir orada, qulaq asın. Uzanacaq video. Deməli, 3 traktorun, bax bu traktor məsələsidir, hovuz məsələsi, fəhlə məsələsi, eyni prosesdir. Neçə traktordan söhbət gedir? 3 tane. Zəhlə getməli deyil, çünki xoşun gəlməlidir, məcbur, çünki sən bundan asılsan. Deməli, imtahana qədər xoşun gəlsin, bir-birinizi sevin suallar. Amma imtahandan sonra nifrət edin, neysə ilə. Deməli, neçə traktordur? 3 tane. 3 dənə traktordur. İndi birinci traktor bütün sahəni neçə günə şumlayır? 4 tane. Onu bir günə qədər şumlayacaq. 4 4-dən biri də hovuz məsələləri kimidir. Bax, bir günə olacaq 4-dən biri, eyni hovuz məsələləri kimidir. İkinci traktor neçə günə şumlayır? 36'da Bir günə nə olacaq? 36'da 36-da biri. Üçüncü traktor 18'de 1. bir günə bu bütün bəli, bütün sahəni 18 günə şumlayır. Bir günə 18-də birini şumlayacaqlar. İndi deyək ki, bütün traktorlar, bu traktorlar eyni zamanda işləsə, bunların üçün nə edəcəksən? Toplayacağız. O hovuzdakı kimi də 3 nasos eyni anda açılsa, o toplayırdıq. Üçünü də toplayacaqsan. Yəni 4-də 1 topla, 36-da 1 topla, 18-də 1 orta məxrəc. 36. Elə 36 bunu neçə vuracaqsan? 2-yə, bunu da 2-yə, bunu 9-a, bunu da 9-a. Onda 36-da neçəyə yeyir? 9 topla 1, 10, 12. İxtisar aparsan nə qalır? 3-dən. İndi hamısı bir yerdə bir günlük tapdılar biz. Bir günə nə qədər hissəsini görürlər, şumlayırlar. Onda bütün sahə neçə günə? 3 güne. 3 günə. Da bir günə 3də 1-ini şumlayırlarsa, bütün sahəni 3 günə şumlayacaqlar. Hamısı eyni anda işləsələr, bərabər işləsələr. Bu cavab olur 3. Yenə. Bu tamamlandı. Sonra davam var ki bunun. Hə, niyə onlar? Yaxşı işləyir deyə belə. Hə, tapşırıq da işləməmsən, vəziyyətdən çıxdın.